Müştərimə bir ay ərzində oyun sistemini tətbiq etdik və 2000-dən daha çox xalis gəlir, 100.000-dən daha çox bağış əldə etdik. Bəli, bəzilərə görə bu nəticə böyük deyil. Amma hər halda əlhamdülillah deyirik. Bu nəticəni əldə etmək üçün 5 addımımız oldu. Birinci addım, sual verdik gözümüzə, biz nə üzrə pul qazanacağıq? Və Anar həm müştərimdir, həm də ki dostum. Və mən bilirəm ki, artıq 5 ildən daha çoxdur ki, bu insan satış ilə məşğuldur. Ona görə dedim ki, gəl satış kursunu edək və o üzrə həm insanlara faydalı olsun, həm də ki bizlərə. İkinci addım, səhifəni satış yönümlü etdik. Üçüncü addım, kontent planı yazdıq və videoları çəkməyə başladıq. Dördüncü addım, satış gifini qurdum onun üçün və chatbotu qoşdum. Beşinci addım, reklam verməyə başladıq. Amma burada bir nüans var idi. Çünki Anar rus dillidir və bizim bazarda rus dilli insanlar çox deyil. Haradasa bazarın 10%-i demək olarsa. Təxmini bazarı 10%-dir. Amma inanmıram ki, daha çox ola. Ona görə də biz əgər ümumi olaraq tək rus dili yox, ümumiyyətlə Azərbaycan vətəndaşlarına reklam etsəydik və kontentimiz Azərbaycan dilində olsaydı, 2000 yox, azı 4-5 minimiz xeyrimiz olardı. Amma necə deyərlər, hər işdə bir xeyir var. Sözün qısası, sıfırdan halal şəklində onlayn pul qazanmaq istəyirsənsə və öz biznesinizi artırmaq istəyirsinizsə, sadəcə açıqlamanı oxuyun.